İbn Abbas, Allah ondan razı olsun, rəvayət edir ki, bir dəfə Qureyş qəbiləsinin öndərləri Kəbənin yanındakı yarımdairəvi yer olan hicrin içərisində toplaşdı. Lat, Uzza, Mənat, Nailə və İsaf bütlərinə and içib əhd etdilər. Muhammədi görən kimi hamımız bir nəfər kimi ayağa qalxacaq, onu öldürənə qədər yanından ayrılmayacağıq. Bu vaxt Fatimə ağlaya-ağlaya Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəlib dedi: "Sənin qövmünün öndərləri and içib sənin əleyhinə əhd etdilər. Səni görən kimi hamısı sənin üstünə hücum edib səni öldürəcək. Onların hər biri sənin qanından öz payına bilir." Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun buyurdu: "Qızım, mənə dəstəmaz almaq üçün su gətir." Fatimə dəstəmaz suyunu gətirdi və Peyğəmbər sallallahu aleyhi və səlləm dəstəmaz alıb məscidə daxil oldu. Onu görən kimi Qureyşlilər budur, budur dedilər. Lakin birdən onlar gözlərini yerə dikdilər. Çənələri sinələrinə dikildi. Başlarını aşağı saldılar. Heç biri ona baxa bilmədi və onlardan heç kəs ona qarşı ayağa qalxa bilmədi. Allah elçisi sallallahu aleyhi və səlləm onların yanına gəlib başlarının üstündə durdu. Bir ovuc torpaq götürdü və çirkin üzlər deyib onlara tulladı. O torpaqdan kimə dəydisə, həmin adam Bədr döyüşündə öldürüldü. İbn Hibban 6502-ci hədis.